Ondan sonra 12. hadis an Enes ibn Malik radıyallahu anhu قال كنا مع رسول الله صلى الله عليه وسلم في سفر فمنا الصائم ومنا المفطر قال فنزلنا منزلا في يوم حر وأكثرنا ظلا صاحب الكساء ومنا من يتقي الشمس بيده. Enes ibn Malik radıyallahu anh diyor ki biz Peygamber sallallahu aleyhi ve sellemle birlikte seferdeydik ve bizden elələri var idi ki oruç tutmuşdular ve elələri de var idi ki oruç tutmamıştılar. Ve diyor ki biz bir isti günde, isti yerde, güneşin altında dayandık ve bizde kölgelənəcək bir şey yok idi. Yalnız yani biraz bəzilərində deyir ki bəzi parça var idi, o ilə kölgelənirdiler ve bəziləri de yalnız başına eli tutaraq elə kölgelənirdiler. Ondan sonra buyurur ki فَسَقَطَ الصُّوَّمُ وَقَامَ الْمُفْطِرُونَ فَضَرَبُوا الْأَبْنِيَةَ وَسَقُوا الرِّكَابِ. Deyir ki oruç tutanlar artık ruhdan düştüler, haldan düştüler ve oturdular. Ve oruçlarını açanlar ise, oruç tutmayanlar ise qalxdılar, çadırları qurdular ve insanları, oruç tutanları su verdiler. Oruç tutanlara su verdiler. Fekala Resulullah sallallahu aleyhi ve sellem, Peygamber sallallahu aleyhi ve sellem dedi ki zehebel muftirunel yevme bil ecr. Bugün orucunu açanlar əcirləri götürdülər. Yəni savabları götürdülər. Kimlər ki oruç tutmamışdılar, onlar deyir ki çoxlu savablar götürdülər. Hədisin ümumi mənası budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri ilə birlikdə səfərdəydi. Onlardan elələri oruç tutmuşdu, elələri oruç tutmamışdı və Peyğəmbər sallallahu aleyhi və səlləm hamısını təsdiqləyirdi. Oruç tutana da heç nə demirdi, oruç tutmayana da heç nə demirdi səfərdə. Və isti bir yerdə idilər, isti bir yerdə dayanası oldular və elə bir yer idi ki, şiddətli isti idi və elə bir gün idi ki, şiddətli isti idi və onlar kölgelənəcək bir şeyləri yox idi, yalnız əlləri ilə və biraz da paltarı olanlar, yəni əlində parça olanlar o ilə kölgelənirdi və əlləri ilə kölgelənirdilər, başlarına əllərini tuturdular. Ondan sonra deyir ki bu isti yerdə düşəndən sonra yəni orada artıq çadır qurmaq ehtiyacları oldu və orada deyir ki oruç tutanlar artıq oruç tutduqlarına görə haldan düşmüşdülər. Ona görə deyir ki onlar işləyə bilmədilər, amma orucu açanlar, kimlər ki oruç tutmamışdılar, onlar qalxdılar, çadırları qurdular, dəvələri suladılar və həmçinin oruç tutan qardaşlarına xidmət etdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onların bu xidmətini gördükdə onları daha da həvəsləndirmək üçün və həmçinin onların fəzilətini bəyan edərək buyurur ki zəhəbəl muftirunəl yevmə bil əcr. Bugün oruç tutmayanlar çoxlu əcirlər götürdülər. Hədisdən götürülən faydalardan cavazul iftar və siyam fis səfər ləənnə nəbiyyə sallallahu aleyhi və səlləm əqarrə kullən alə mə huvə aleyhi. Səfərdəykən oruc tutmağın və həmçinin orucu tutmamağın, orucu açmağın caizliyi. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm oruç tutanları da, tutmayanları da iqrar etdi, təsdiqlədi və heç birinə heç nə demədi. Ondan sonra faydalardan sahabələr dünyada yəni belə kasıb olsalar da, halları zəif olsa da, yəni hətta kölgelənəcək şeyləri yox idi və bu vəziyyətdə olsalar da, amma düşmənlə qarşılaşdıqları zaman cihadda, Allah yolunda onlar yəni heç zəif deyil idilər. Ondan sonra fadlu xidmətil ixvan vəl əhl, qardaşlara və həmçinin ailəyə xidmət etməyin fəziləti və həmçinin bu dindəndir və həmçinin kişilikdəndir. Həmçinin kişilikdəndir ki, insanın öz qardaşlarına və öz ailəsinə xidmət etməsi. O insanlardan fərqli olaraq ki, onlar təkəbbürlənirlər və kimlərəsə xidmət etməyini özlərinə sığışdırmırlar. Ondan sonra faydalardan ennel fitra fis səfər afdal la siyəmən izə iqtarana bidəlikə masləhə minət təqavvi aləl ə'dai və nəhvihi.
səfərdə ikən orucu açmaq, oruc tutmamaq daha əfsəldir. Xüsusən də məsləhət varsa, düşmənə qarşı güclü olmaq məsləhəti və başqa məsləhətlər varsa, orucu açmaq daha əfsəldir, daha fəzilətlidir. Ondan sonra həmçinin faydalardan həssül İslam aləl-əməl və tərkül kəsəl, İslamın əməl etməyə həvəsləndirməsi və tənbəlliyi tərk etməyə həvəsləndirməsi, tənbəllikdən çəkindirməsi. Allah Teala eşidib faydalananlardan eləsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.